xoş gördük. Mən Aysu Novruzova, bugünkü seminarın rəsmi moderatoru və Dynamics Youth Center MMC adından bu təlimi təşkil etmişik. Bugün bizimlə birlikdə çox dəyərli mütəxəssis Cəmilə Tağıyeva olacaq və o, müəllimlərin gündəlik qarşılaşdığı çətinliklər, peşəkar yanaşma metodları və sinif idarə etməsi üzrə faydalı bilik təcrübələrini bölüşəcək. Təlimimizin mövzusu müəllimin sinif idarə etməsi və peşəkar davranışıdır. Seminar boyu suallarınızı chat bölməsində yazmaqdan çəkinməyin. Seminarın sonunda sual-cavab sessiyamız olacaq. Təlim zamanı səsləri bağlı saxlayın, təlimə mane olmayın. Təlim tamamilə ödənişsizdir. Hər birinizə uğurlar arzulayıram. Sözü təlimçimiz Cəmilə xanıma vermək istəyirəm. Uğurlar Cəmilə xanım, buyurun. Axşamınız xeyir olsun, xoş gördük hər birinizi. Aysun xanım, sizə də təşəkkür edirəm. Məndə yəqin ki, səs, görüntü rahatdır da, heç bir problem yoxdur ki. Hər şey yaxşıdır, davam edə bilərsiniz. Çox sağ olun. Mən Cəmilə Tağıyeva, məktəbəqədər pedaqoq, təlimçi. Artıq 11 ildir ki, pedaqoji sahədə fəaliyyət göstərirəm və son 3-4 ildir ki, məktəbəqədər sahə üzrə müəllimlərin bu sahə üzrə təkmilləşdirilməsi, təlimləşdirilməsi üzrə də təlimçilik fəaliyyəti ilə məşğulam və bu illər ərzində bir çox mövzulara dair vebinarlar, seminarlar təşkil etmişik. Bugünkü ümumiyyətlə webinarımızın da mövzusu müəllimin peşəkar bacarıqları və sinifin düzgün idarə olunmasıdır. Bir anlıq düşünəyin. Yəni hər kəs təhsil ala bilər, müəllim ola bilər, amma müəllim olmaq o demək deyil ki, həqiqətən mən bu peşəni şərəflə, layiqincə yerinə, yəni təhsil alıb bu adı qazanmaq, mən bu peşəyə layiqincə yerinə yetirirəm düşüncəsini bizə verməməlidir. Biz davamlı öz üzərimizdə işləməli və öz bacarıqlarımızı, biliyimizi davamlı təkmilləşdirməli və yenilikləri öyrənməliyik. Çünki zaman dəyişir, dövr dəyişir və hər bir şey yeniliklər tətbiq olunur. Müəllim də ancaq əvvəl bildiyi bir biliklər üzərində qalan deyil də, davamlı yenilikləri axtaran bir insan olmalıdır. Və bu sahədən də bizim peşə bacarıqlarımız var ki, bu peşə bacarıqlarımızı hər bir müəllim mütləq öz peşə bacarığını bilməli və bu peşə bacarığı üzərindən öz işini düzgün şəkildə qurmağı bacarmalıdır. Və bir anlıq düşünün, təsəvvür edin, gözünüzü yumun və təsəvvür edin. Sinif otağına girmişsiniz, qarşınızda 20 uşaq var və onların müəyyən bir hissəsi sizə sevgi dolu baxışlarla baxır. Biri digəri sizə düşünəyin ki, qorxaraq baxır. Biri sizin gözünüzdə özünün dəyərli olduğunu hiss edir. Biri isə susur, qorxur və bu hissləri yaradan kimdir? Biz müəllimləri. Və o sinif otağı bizlər üçün sadəcə dərs otağı deyil. Sırf yəni sanki bir teatr səhnəsi, sanki bir laboratoriyadır. Yəni biz burada o uşaqların həyatına toxunuruq. O uşaqların gələcəyini dəyişirik. Yəni bəzən müəllimlər bunun fərqində olmurlar. İş prosesində o qədər aqressiv olurlar. Əgər evdə müəyyən bir problemi olubsa, həmin problemi belə işə daşıyıb və gün ərzində dərs prosesində bunu uşaqlara yansıdırlar. Öz aqressiv davranışları ilə bunu uşaqlara yükləyirlər. Yəni bu kimi davranışlar doğru bir davranış deyil. Yəni bir müəllim bu kimi davranışlara sahib olmamalıdır. Mən evimdə yaxud da ki, düşünək ki, kollektivlə aramda müəyyən bir problemlər varsa, bu o demək deyil ki, mən bu problemləri ümumiyyətlə sinifə gətirməli və uşaqlara da bunu yansıtmalıyam. Müəllimin əsas 4 peşə bacarığı var ki, hər bir müəllim bu peşə bacarığına sahib olmalıdır. Yəni, müəllim olmaq o körpə könüllərə, o kiçik qəlblərə toxunmağı bacarmaqdır. Hər kəs müəllim ola bilər, amma o qəlblərdə sevgini, o gözlərdə sevinci, o parıltını hər bir müəllim yarada bilirmi? Təbii ki, daha çox öz sahəsini sevən, uşaqları sevən insanlar uşaqların qəlbinə toxuna bilir və qəlbində o sevgini yaratmağı bacarır. Və düşün, bizim ilk 4 dedik ki, peşə bacarığımız var, peşə qabiliyyətimiz var. Bura konstruktiv peşə bacarığımızdır, kommunikativ peşə bacarığımızdır, qnostik peşə bacarıq və təşkilatçılıq peşə bacarığımızdır. Ən əsas peşə bacarıqlarımızın içərisində təşkilatçılıqdır. Bunun haqqında sonda danışacağım. İlk olaraq konstruktiv peşə bacarığımdan danışmaq istəyirəm. Konstruktiv peşə bacarığı sanki bir təməldir.
Yəni bir ümumiyyətlə peşənin təməlidir ki, bunlar üzərində qurulur. Konstruktiv peşə bacarığı müəllimdən nəticə yönümlü didaktik prinsip üzərindən öz planını, öz dərsini qurmasını tələb edir. Düşünək ki, müəllim bəzən nə edir? Heç bir şey olmaz, dərsə gedəcəm, nədənsə bir dərs quracam, filan edəcəm, bir şey edəcəm. Amma gələ bilərik, dərsdə ani elə bir problem yarana bilər ki, biz düşündüyümüz kimi hər bir proses rahat şəkildə gedə bilməz. Ona görə də müəllim konstruktiv peşə bacarığı olmalıdır, nəticə yönümlü olmalıdır. Dərsinin planını, dərsin məqsədini, uşaqlara nə öyrədəcək, bunu əvvəlcədən planlaşdırmalıdır və dərsin planını əvvəlcədən qurmalıdır ki, sabah dərs prosesində hər hansı bir çatışmamazlıqla, hər hansı bir ümumiyyətlə düzgün olmayan iş prosesi ilə qarşılaşanda əvvəlcədən qurduğu plan o müəllimə kömək olsun. Və müəllim, düşünək ki, müəllimin hər zaman B planı olmalıdır. Yəni mən bu günləri götürdüm, bu əşyanı sırf bununla dərs keçəcəm, yəni başqa bir şey mənə lazımdır deyə düşüncəsi ilə yanaşmamalıdır. Ola bilər ki, mən bununla dərs keçməyi düşündüm, planlaşdırdım. Bəlkə evdən çıxdığım zaman tələsik çıxdım, evdə unutdum və bu əşya bəlkə də sınacaq bir əşyadır. Mən dərs keçdiyim əsnada bu əşya yerə düşdü, sındı və mənim B planım burada mənə kömək olmalıdır ki, hər qarşılaşdığım çətinliyin qarşısında bunu mən idarə edə bilim. Düşünək ki, mən düşünmüşəm ki, bugün açıq dərs quracam və açıq dərsim var. Slayd hazırlamışam, dərsimi slayd əsnasında keçəcəm. Amma anidən bir şey olur, internet kəsilir, kompüter işləmir və mən slaydımı işə qoşa bilmirəm. Amma mənim B planım olanda, mən bu dərsi mənim əlimdə olan, düşünək ki, əyani vəsaitlərdir, səsimin tonudur, mimikalarımla, fərqli-fərqli bir şeylər, B planımda olan bir şeylərlə keçib, dərsi rahatlıqla, heç qorxu, həyəcan, narahatlıq keçirmədən rahatlıqla keçirə bilərəm. Yəni bu bizim konstruktiv peşə bacarığımızdır. Düşünək ki, mənim hər zaman B planım varsa, mən nəticə yönümlüyəmsə, ümumiyyətlə dərsimin planını əvvəlcədən qururamsa, dərsdə məqsədim nədir, sonda nəticəm nədir, bunlar haqqında düşünə bilirəmsə, heç bir narahatlıq məni narahat etmir. Mən həyəcan, qorxu, təşviş keçirmirəm ki, müdiriyyət gələndə mən neyniyəcəm, hansı ümumiyyətlə vasitələrə əl atacam, yaxud da ki, biz hər zaman müəyyən bir şeylərlə qarşılaşırıq da, ola bilər ki, yoxlama gələ bilər və mən rahatam ki, mən dərsimin planını qurmuşam, mövzum nədir və bu mövzu üzərindən rahat işimi görəcəm. Yəni, biz konstruktiv peşə bacarıqlarımızla bu bacarığa sahib olmalıyıq. Yəni, bunu bacarmalıyıq. Gəldik bizim kommunikativ peşə bacarığımıza. Kommunikativ bilirik ki, əlaqə deməkdir. Yəni, ünsiyyət qurmaq, uşaqları sevmək, onların qəlbində bu sevgini yaratmaqdır. Mütləq bir müəllim, bir uşağın qəlbində o sevgini yaratmalıdır. Əgər uşaq bağçaya, məktəbə həvəslə gəlirsə, dərsi sevirsə, ilk olaraq müəllimi sevməlidir. Bir uşağın dərsi, bağçanı sevməsi üçün ilk olaraq o müəllimi sevməlidir. Müəllimi sevən uşaq məktəbə də, bağçaya da həvəslə, sevgi ilə gələcək. Müəllimi sevən uşaq dərsini də sevgi ilə öyrənəcək. Bəlkə yəqin ki, burada bir çoxumuz var ki, özümüz də məktəb həyatı dövrümüzdə bununla qarşılaşmışıq. Bizim universitet dönəmimizdə heç həmin fəndən imtahan verməyəcəyik. O qədər də bizim üçün əhəmiyyət daşımayan müəyyən bir fənlər olur ki, amma biz o müəllimi o qədər sevirik ki, sevdiyimiz üçün də nə edirik? Yəni mütləqdir ki, həmin müəllimin dərsinə hazırlıqlı gəlirik. Ona görə də müəllim uşağın qəlbində o sevgini yaratmalı, yəni o körpə qəlblərinə toxunmağı bacarmalıdır. Aqressiv olun, bəzən nə düşünürük? Mən zəhimli olmalıyam, uşaq məndən qorxmalıdır, qorxmadısa mən uşağı ələ ala bilmərəm. Sevgi ilə yanaşı qaydalarımız olmalıdır, nizam-intizam olmalıdır. Sevgi heç vaxt uşağı şımartmır. Qaydalı, sərhədli sevgi heç vaxt uşaqda doğru olmayan bir davranış, doğru olmayan bir ümumiyyətlə ünsiyyət forması, xarakter formalaşdıra bilməz. Çünki biz davranışlarımızla, hərəkətlərimizlə uşaqların gələcək şəxsiyyət tipini formalaşdırırıq. Mən sinifdə aqressivəmsə, kobud bir müəlliməmsə, nitqimə, davranışıma fikir vermirəmsə, o uşaqdan müsbət bir davranış, müsbət bir xarakter gözləyə bilmərəm. Necə ki, biz deyirik ki, bir uşaq ailənin güzgüsüdür, ailə nədirsə, uşaq da odur. Yəni, ailənin gördüklərini təkrarlayır, ailənin gördüklərini yansıdırsa, eynilə də bu sinifdə belədir. Özümüz də fikir verə bilərik.
Aqressiv müəllimdirsə, səsli küylü bir müəllimdirsə, həmin sinif də səsli küylü, davamlı aqressiv bir uşaqlarla olmuş olur. Amma bunun tam əksinə olaraq mülayim, davamlı yenilikçi, kəşf edən, araşdırmacı bir müəllim varsa, o sinif də davamlı elədir. Nələrisə araşdırır, yenilik axtarır, özləri belə müəllimə bir yeni ideyalar verirlər, bir fikir verirlər ki, müəllimə bəlkə bu dərsdə bunu edək, bəlkə bunu filan bir şey edək. Yəni müəllimdən çox şey asılıdır və müəllim ümumiyyətlə nitqinə, davranışına, geyiminə belə fikir verməlidir. Çünki biz uşaqlar bizim etdiyimiz hər bir davranışı, hər bir şeyi, yəni necə deyirlər, kopyalayırlar, aynalayırlar. Biz nə isə bizim əksimiz olurlar. Bir şey düşünək ki, uşağı ilk başda tərbiyə eləyən ailədirsə, ailədən sonra uşaqlıdır. Uşağı ümumiyyətlə uşaqdan sonra nə olur? Cəmiyyət. Cəmiyyəti isə tərbiyə eləyən, yetişdirən müəllimlərdir. Biz nə qədər öz peşə bacarıqlarımıza, peşə ümumiyyətlə qabiliyyətlərimizə sahib olsaq və doğru şəkildə bunu uşaqlar üzərindən tətbiq etməyə, ümumiyyətlə valideynlərlə də əməkdaşlığa səy göstərsək, gələcək üçün uğurlu bir insanlar yetişdirmiş ola bilərik. Amma bunun tam əksinə olaraq bəzən müəllimlər mən nə dedimsə olmalıdır. Doğru olmasalar da belə mən deyən olmalıdır. Hər zaman mən deyən deyə bir şey yoxdur. Mütləq valideyni anlamalı, valideynlə ünsiyyət qurmalı, ona da emosional bağ qurmağı bacarmalıyıq. Biz deyirik ki, valideyn müəllim üçbucağı var, əməkdaşlığı var və bu valideynlə müəllimi əməkdaşlığa sövq edən bu üçbucağın başında duran bu uşaqdır. Bu uşağın təlimi, tərbiyəsi və bu təlim, tərbiyənin uğurlu olması üçün müəllim də eqosunu, mən davranışını, valideyn də eqosunu, mən davranışını bir kənara qoymalıdır. Və o üçbucağın tam mərkəzində duran uşağın təliminə, tərbiyəsinə fokuslanmalıdır. Və mənim Salam kommunikativ müəllimə. peşə Salam, axşamınız xeyir olsun. Axşamınız xeyir. Üzr istəyirəm böldüyüm üçün. Mən bu danışdığınızla bağlı bir sualım var. Mümkündür sual verməyim yoxsa? Bəli, əlbəttə mümkündür. Bu dediyiniz o üçbucaq məsələsini, yəni valideyn, şagird, müəllim Bəli. əməkdaşlığında mən ilk işlədiyim illərdə 22 yaşlarımdan danışıram. Bununla bağlı çox böyük çətinliklər yaşadım. Bizi universitetdə tam siz dediyiniz kimi yetişdirdilər və göndərdilər məktəbə. Mənsə belə deyim də Bakının bir ucqar yerində düşdüm işləmək üçün və orada mən çətinlik yaşadım. Çünki valideynlər də, məktəbdəki kollektivdə, uşaqların özü də necə deyim, belə zəhmli müəllimlərə onlar öyrəşmişdilər və mən gənc olaraq getmişəm ora, uşaqlarla səmimi münasibətdə olmaq, yəni onlara sizin dediyiniz tərzdə yanaşmağım sanki kollektivdə də mənə qarşı aqressiya yaratdı. Valideynlər də mənə belə elə də yaxşı bir tipdə baxmadılar. Yəni onlar məni müəllim kimi görməməyə başladılar. Uşaqlar düz məni çox sevirdilər. Amma ki görürdüm ki sinifi idarə etməkdə çətinlik çəkirəm. Artıq uşaqlar o xoş davranışdan istifadə etməyə başlamışdılar. Yəni belə bir yerdə neynəmək olar? Yəni onunla bağlı fikirləriniz Bilirsiniz maraqlıdır. necə? Biz neynirik? Sevgi, xoş davranış mütləqdir. Müəllim bunu bacarmalıdır. Amma sevgimizlə yanaşı qaydalarımız davamlı olmalıdır. Sərhədlərimiz mütləq olmalıdır. Mən sizi sevirəm. İndi mən sizi tam davranış olaraq bilmirəm də necə olub. Təbii ki, mən özüm də qarşılaşmışam. Bu günləri yeni bir qrupaya gedirəmsə və məndən illər öncə işləyən bir müəllim varsa, o müəllim artıq zəhmini irəli sürüb və mən uşaqlara sevgi göstərəndə, uşaqlar mənə qarşı yanaşanda, məni sevəndə bu digər müəllimi narahat edir və deyir ki, mən hansı davranışı göstərirəmsə, sən də eyni davranışı elə. Sənə elə sevəcəklər, mənə yaxın gəlməyəcəklər, məndən qorxacaqlar, falan eləyəcəklər. Amma onu elə demək əvəzinə müəllim orada məndən əməkdaşlıq təklif edə bilər ki, gəl, nə sənin tam bu sevgi verməyin olmasın, nə mənim aqressivliyim olmasın. Bunların tam ortaqlığını tapaq və uşaqlara düzgün yanaşma edək. Yəni, mən sevgini verim, uşaqları başlı başına buraxım, nə istəyirlər edim, bu yanaşma da doğru deyil. Mütləqdir ki, sevgimizlə yanaşı sərhədlərimiz, qaydalarımız da. Mən bu uşağı sevirəm, ay bunun ağlamasına dözə bilməyəcəm, nə istəyir qoy eləsin. Bu oyuncağı götürdü, atdı yerə, götürməsin, heç nə olmaz, mən onun yerinə götürərəm yanaşması ilə uşaqda heç vaxt qayda qanun öyrədə bilməyəcək. Sizi sevirəm, çox gözəl, zaten bu bilinir. Yəni o sizin dediyinizi mən də yaşamışam. Mən uşaqlara
o qədər belə sima olaraq da gülürəm. Ciddi görünsə göstərməyə çalışsam belə ondan sonra gülməyə tutur, qucaqlayıb öpürəm və uşaqlar bizi sevirlər və o hirsli zamanımızı da ciddiyə almırlar, biraz çəkinmirlər. Amma sərhəd qoyanda mütləq olur. Mən özüm yeni bir qrupada başladım fəaliyyətə. Və qrupa girdim ki, bir neçə uşaq əllərində evdən gəldiyi çantanı qrup otağında, yəni biz paltar soyunduğumuz yerdə qoymur və bütün günü yeməkdə yanında, yatanda yanında, oyunda yanında, həyətdə ancaq aparır, gətirir. Və mən dedim ki, bu doğru deyil də, yəni bu artıq digər müəllimə, biz Simen müəlliməsi illərdir işləyir. Mən artıq onun səsinə dözə bilmərəm də, ağlayır. Mən də ona görə vermişəm belə. Mən öz Simenin gəldiyi zaman, növbəm gəldiyi zaman dedim ki, yəni belə olmaz. Uşaqla danışdım. Təbii ki, uşaq mənim danışmamı anlamayacaq. 2 yaşında uşaqdır və bu çantanı götürürük, otağa qoyuruq. Anamız gələndə, evə gedəndə aparacaq. Getdik bərabər qoymağa, uşaq təbii ki, elə möhkəm ağladı ki, yox, öyrənib baxı davamlı üzərində daşıyacaq. Mən dedim ki, amma yox, bizim sinifimizin qaydası var. Evdən gəldiyi zaman bu çanta şkafda, dolabda olmalıdır. Evə getdiyimiz zaman aparıq. Mən qoyanda bunun ağlamaq səsinə müdiriyyət gəldi və dedi ki, nə olub? Dedim, mən çantasını almışam, onun üçün də ağlayır və müdiriyyət burada mənim üzərimə getmədi. Getdi, yəni öz otağına, uşaq ağlayır, gəlir. Təbii ki, biz ağlayanda özümüz necə oluruq? Mən gəldim onu sakitləşdirməyə. Gördüm ki, uşaq sakitləşmir. Təbii, ağlamaq uşağın təbii halıdır. Burada heç bir travma yoxdur, heç bir narahatlıq yoxdur və mən onun üzərinə getmirəm. Ağlayırsan, çox gözəl, rahat oturdu ağlamağa və ağlayaraq o uşaq duyğularını boşaltdı. Əslində mən onun üzərinə bəsdir, ağlama ya da qucaqlayıb desəydim ki, can niyə ağlayırsan? O uşaq mənim qaydalarıma riayət etməyəcəkdi və daha da aqressivləşəcəkdi. Bir anlıq düşünək ki, biz özümüz həmən an aqressiv isə, ağlayırıqsa, kimsə bizdən gəlib davamlı niyə belədir soruşanda nə edirik? Aqressiv oluruq, hisslənirik. Həmən anda o uşaq yarım saat kimi, bəlkə də 15 dəqiqə kimi ağladı. Ondan sonra çanta yaddan çıxdı. Heç çantanı xatırlamadı da. Yeməkdə iştirak etdi, oyunda iştirak etdi. Bir saatdan ara bir yadına düşürdü çantam, sonra unudurdu. Və 3-4 saatdan sonra müdiriyyət otağa gəldikdə dedi ki, təşəkkür edirəm müəllimə. O uşaq 2 aydır bu bağçaya gəlir, hər gün çantayla sinifdə gəzir. Yəni mən də onu görməzdən gəlsəydim, mən də heç nə olmaz yanaşsaydım, o uşaq yenə də nəinki 2 ay, 1 il belə gəzəcəkdi. Sevgimizlə yanaşı, o uşaq, mən o demək deyil ki, sevirəm, sevmirəm. Sevgimizlə yanaşı, mütləq sinifimizdə qayda varsa, əllər yuyulmalıdırsa, yeməkdə hamı stulda oturmalıdırsa, yemək başlamazdan öncə, məsələn, əllərimiz dizimizin üstə, qıçımızın üzərində olacaqsa, hər bir şey, məsəl üçün, yatırıqsa, oyuncaq dolabında olmalıdır, heç kəs yataq otağına oyuncaq gətirməməlidir. Bu kimi davranışlar və mütləq bu bizdən zaman tələb eləyəcək. Mən bugün bir qrupa girəcəm, bir günün içində hər uşaqda hər bir şeyi möhtəşəm edəcəm deyə bir yanaşma deyil. Bir uşaqda bir davranışı bir həftəyə, birində bir aya, bəzən birində 2 aya bizdən sadəcə nə tələb edilir? Dözüm, səbir və əzm tələb olunur. Mən bugün o uşaqda o bacarığı formalaşdırmaq istəsəm, sabah bunu görməzdən gəlsəm, heç nə olmaz, ağlayır, başım getdi, verin bu çantanı, getsin, heç nə olmaz, gedir nə istəyir eləsin desəm, mən o uşaqda təbii ki, heç bir bacarıq formalaşdırmayacam. Bir dəfə olmaz demişəmsə, o olmazın davamlı olmalıdır. Və bunu davamlı şəkildə görən uşaq bu qaydalara riayət edir. Amma mən bugün olmaz deyirəm, sabah öz başım dinc olsun, yaxud da hər hansı bir müəllim yoldaşımla başım söhbətə qarışdı və o uşaq eyni davranışını yenidən edəndə mən onu görməzdən gəldimsə, heç vaxt o sinifdə, o uşaqlarda nizam-intizam, sərhəd formalaşdıra bilməyəcəm. Yəni, orada sevgimizlə yanaşı, mütləq sərhədimizi də. Yəni, mən sizi sevirəm, amma sevgimizlə yanaşı nəyimiz olmalıdır? Qayda qanunumuz olmalıdır. Və ilk sinifə girmişiksə, ilk qaydalarımız varsa, təbii ki, bu bağçada kiçik uşaqlarla alınmır, amma böyük uşaqlarla daha çox nəticə ala bilirik. Qayda, ümumiyyətlə, bağça işində də belə bir var ki, qayda var, prosedur var və bu qaydalar uşaqlar tərəfindən, uşaqlarla bərabər qoymalıyıq. Və qaydalar o qədər aydın olmalıdır ki, uşaqlar bu qaydaları anlasınlar, qaydalara riayət etsinlər. Yəni, mən qayda qoyuram və uşaq bu qaydanı dərk eləmirsə, mən onun mahiyyətini, bu qaydanı niyə görə qoymuşam, qaydanı qoymaqdan məqsədim nədir, bunu uşağa açıqlamasını vermirəmsə,
O qayda uşağa aqressiv gəlir, uşağı narahat edir. Amma mən onu gözəl formada, misal olaraq da hər hansı bir qayda qoyuram ki, bax, həyətdən gəldik, əllərimiz yuyulmalıdır. Uşaqlar, biz əllərimizi niyə yumalıyıq? Biz həyətə düşmüşdük, həyatda hər hansı bir təbiətlə məşğul olduq, əllərimiz çirkləndi və əllərimizdə mikrob var. Biz əllərimizi həyətdən qayıtdığımız zaman yumasaq, bu zaman məsəl üçün bilmədən əlimizi ağzımıza vursuq, yaxud da yemək yediyimiz zaman çirkli o əlimizi ağzımıza vursaq, mikroblar, yəni bizim orqanizmimizə gedəcək, biz xəstələnəcəyik. Yəni bunu bu formada anladanda uşağın 5-i anlayacaq, onu anlamayacaq. Amma növbəti dəfədə digər 5-i belə-belə biz bu uşaqlarda bu, yəni bacarığı formalaşdıracağıq. Yoxsa bir nələrsə görməzdən gələcəm, sadəcə bir sevgimlə hər şeyi idarə edəcəm deyə bir şey yoxdur. Sevgi, sərhəd, ikisi bərabər. Yəni təzahür, ikisinin təzahüründən deyir doğru qayda qanun. Bunların ikisini bərabər düzgün şəkildə aparandan sonra uğurlu nəticə alacaq. Ümid edirəm ki, müəllim, mən fikrinizi, sualınıza dolğun bir məlumat verə bildim. Əlavə də sualınız olsa verə Bəli, bilərsiniz. müəllim, çox sağ olun, təşəkkür edirəm. Siz sağ olun. Və bir də ki, biz birinci uşaqları sevməliyik. Uşağı seviriksə, uşağa o sevgi ilə yanaşırıqsa, uşaq bizi sevəcək və uşaq bizi sevirsə, valideyn də bizi sevəcək. Müəllimlər biraz aqressiv olur da, yəni bu hər kəsə aid deyil. Valideynlə mən bu sinifdə mən dediyim qaydalar olmalıdır. Təbii ki, müəyyən qaydalar varsa bu olmalıdır. Amma bunu da valideynə öyrədə-öyrədə aşılamalıyıq. Birdən-birə mən gəlim bu sinifdə ağalıq eləyim, mən deyən olmalıdır deyib valideynin üzərinə getmək onu daha da aqressivləşdirir. Düşünək ki, dediyim kimi bizim kommunikativ peşə bacarığımızdır. Sinifdə hər hansı bir şey olub və valideyn bu baş verən hadisədən hirslənib. Bu bizim üzərimizə aqressiv gələcək. Bu aqressiv gəldiyi əsnada da mən də onun üzərinə aqressiv getsəm nə olacaq? Münaqişə daha da böyüyəcək. Valideyn gəldiyi əsnada biz onu səbirlə dinləyirik, anlayışla başa düşürük. Ola bilər, orada mənim də günahım ola bilər. Yaxud mən haqlıyam, valideyn günahkardır və günahkardır deyə həmin an onun üzərinə getməməliyəm. Onu sanki sakitləşdirə və heç bir uşaq, biz uşağın həmin anki davranışına baxırıq, şəxsiyyətini qiymətləndirmirik. Biz nə edirik? Uşaq bir dənə pis davranış edəndə, hər bir uşaq başdan ayağa pisliklər, yəni pis davranışlardan ibarət deyil. Mütləq uşaqların mənfiləri ilə yanaşı müsbətləri də var. Amma nə edirik? Biz bir uşaq hər hansı bir mənfi davranış göstərəndə nə edirik? Sən pis uşaqsan, sən olsan. Biz onun şəxsiyyətinə toxunmamalıyıq. Sənin etdiyin bu davranış doğru deyil. Bu davranış mənim xoşuma gəlmədi. Yəni bunu deməliyik. Davamlı sən pis uşaqsan, sən tərbiyəsizsən, sən osan, busan deyib nə edirik? O uşaqda özgüvənsizlik yaradırıq. O uşaq ümumiyyətlə nə olur? Düşüncəsində bir fikir formalaşır ki, mən bacarıqsızam, mən ümumiyyətlə pis uşağam, məni heç kim sevmir, mən dəyərsizəm və bu hissi biz o uşaqda formalaşdırıq. Gələcəkdə o uşaq özgüvənsiz olacaq. Ümumiyyətlə bir yolda addım atmaqda çətinlik çəkəcək, hər hansı bir şey etmək istəyəcək. Onun düşüncəsində vaxtilə biz müəllimlər tərəfindən nə yaranır? Sən bacarıqsızsan, sən pissən və düşüncəsində olacaq ki, heç kim zaten məni sevməyəcək. Çünki mən uşaqlıqdan davamlı eşitmişəm axı, mən pis uşağam. Ona görə də biz uşaqların şəxsiyyətinə deyil, davranışlarına qiymət. Sən çox ağıllı oğlansan, sən məsələn falan şeyi çox gözəl bacarsan, amma bu gün etdiyin bu davranış mənim xoşuma gəlmədi. Yəni bunu daha gözəl etsən, yəni bunu doğru şəkildə etsən daha gözəl olardı. Və davranışlarını düzəltməyə çalışaq. Davranış düzəltdikcə də uşağın xarakterinə toxunmuş olacaq və daha rahat ümumiyyətlə uşağın təlim tərbiyəsini təşkil edəcək və valideyn bizim üzərimizə aqressiv gəldiyi halda biz də onun üzərinə aqressiv getmirik. İlkin olaraq onun övladının müsbətlərindən başlayırıq. Hər bir uşağın müsbət cəhətləri var. Sizin övladınız bu şeyi bacarır, onu bacarır və nə olur? Valideyn bura dava üçün gəlmişdi, amma övladı haqqında valideyn bir gözəl söz eşidəndə nə olur? Sevinir, onun üçün xoş olur. Və artıq valideyn sanki o zehnindəki qara nöqtələr çəkilməyə başlayır, o içindəki bir şeylər əriməyə başlayır və bizimlə artıq normal münasibətə keçir. Təbii ki, bu da valideyndən valideynə dəyişir, amma çox vaxt uğurlu nəticə alınır. Və bundan sonra biz o valideyni öyrətdikdən sonra, alışdırdıqdan sonra övladının müəyyən bir şeylərinə, davranışlarına keçir və burada da sizin övladınız odur, budur deyə ilk başdan başlamırıq. Misal olaraq, mən Əlini son zamanlar müşahidə edirəm, nəsə davranışlarında belə bir şeylər var. Siz də bunu evdə müşahidə edin, bəlkə ailədə baş verən bir şeylərdəndir, mən də davamlı sinifdə müşahidə edəcəm, bəlkə hər hansı bir yoldaşları ilə olan münasibətdən doğur bu davranışı. Yəni, elə bir formada deməliyik ki, o valideyn aqressiv olmasın. O yəni hisslənməsin ki, mənim övlad
arvadım yəni xarakter olaraq, davranış olaraq pisdir. Yəni müsbətlərin deyirik, o valideyni alışdırırıq, rahat-rahat onu həzm elətdiririk. Və bu da ilk başda təbii ki, ümumiyyətlə biraz çətin proses olacaq. Hər valideyn tez necə uşaqlara adaptasiya müddətimiz fərqli mərhələlərdə olduğu kimi valideynlərin də bir şeyləri anlaması, qarşılaması, qəbullanması müəyyən zaman alır. Bir valideyn daha rahat anlayıb qarşılaya bilər, amma elə bir valideyn ola bilər ki, o qədər aqressivdir, özü də hisslidir. Zaten biz uşaqlarla valideynləri bilə bilirik. Valideyn hansı davranışa, hansı xarakterə sahibdirsə, mütləq uşaq onu sinifdə göstərir. Yəni zaten uşaq valideynin əksidir. Valideyn nədirsə odur. Və biz də uşaqdan gördüyümüz o davranışları bilib o valideynə o yöndən təsir etməliyik və bir düşüncə də bizdə olmamalıdır ki, özü bilər, öz uşağıdır, necə davransın, necə tərbiyə olunsun. Əgər mənim vicdanım varsa, mən gələcəkdə bir şəxsiyyətin təməlini qoymaq, doğru şəkildə təlim tərbiyəsini təşkil etmək istəyirəmsə, mütəmadi olaraq müsbət yöndən o valideynə toxunuşlar etməliyəm. Onun ümumiyyətlə bu yöndən düşüncələrini dəyişməyə çalışmalıyam. Qrupumda 15 valideyn varsa, mən onun 12-sinin düşüncəsini dəyişəcəmsə, bu mənim üçün uğurdur və bu 12 insan gedib başqa bir insanlara təsir edəcək və cəmiyyətimizin dəyişməsinə gətirib çıxaracaq. Bəzən deyir valideynlər, özü bilər, mən müəllim, özü bilər, mən bunu dedim, məsəl üçün, nə istəyir eləsin. O yanaşma ilə deyil. Yəni biz də öz pedaqoji fəaliyyətimizə uyğun davranışlar göstərməliyik. Və gəldi müəllimin qnostik bacarığına, qnostik yaradıcılıq. Yaradıcılıq deməkdir, yəni müəllim yaradıcı olmalıdır, davamlı yenilikçi olmalıdır, araşdırmalıdır, yenilikləri öyrənməlidir. Bu günləri biz neyinirik? Misal olaraq ki, bir şey eləmək istəyirik, bəlkə gedib hər hansı bir müəllim yoldaşımızdan fikir alsaq, məsəl üçün, mən bunu etmək istəyirəm, sənin fikrin nədir? Bəlkə daha maraqlı bir şeylər edə bilərik, düşüncə fikrini ala bilərik, amma biz neyinirik? Qürurumuza sığılışdıra bilmirik. Yox, gedib müəllim, niyə ondan almalıyam? Sonra mən dərsi quranda deyəcək ki, gəldi məndən soruşdu, filan elədi, belə elədi. Bunu özümüzə həzm elətdirə bilmirik. Amma qnostik bacarıq bizdən bunu tələb edir. Sadəcə öz bacarıqlarımızdan deyil, yenilikləri axtarmalı, yeni iş üsullarından, iş formalarından istifadə etməli, digər müəllim yoldaşlarımın belə fikirlərini, məsləhətlərini almalı, onların metodlarından da istifadə etməli, öz metodlarıma əlavə etməyi də bacarmalıyam. Həmçinin qnostik peşə bacarığı müəllimdən ümumiyyətlə uşaq psixologiyasını bilməsini tələb edir. Bir müəllim, bir pedaqoq uşaq psixologiyasını bilmirsə, heç bir uşağa düzgün şəkildə təsir edə bilməz. Uşağa doğru yanaşmanı, təsirlə göstərə bilməz. Düşünək ki, bağçaya bir uşaq gəlib, yemək yemir və mən neyinirəm? Uşaq psixologiyasını bilmirəm, sən bunu yeməlisən, mütləq yeməlisən, aqressiv yeməsən sənə bunu eləyəcəm, səni ora aparacam, iynə vuracam deyə yox. Bir gün yeməyəcəksə, o acılıqla o uşağa heç bir şey olmayacaq. Amma mən ilk gün ona təzyiq göstərsəm, o onun zehnində qalıcı olaraq qalacaq və ona narahatlıq verəcək, hər zaman onu xatırlayacaq. Yəni, bu gün yemirsə yeməsin, amma sabah, növbəti gün məcbur deyil boşqabdakı yeməyin hər birini yedizdirək. Onlar bir damcı, bax, dadına baxaq, xoşuna gəlməsə yeməyəcəksiniz. Mən dəfələrlə öz iş prosesimdə bununla qarşılaşmışam. Uşaqlar, müəllim deyib ki, bu uşaq heç vaxt yemək yemir, amma az-az dadına baxızdırdıqda o uşaq yavaş-yavaş bunu yeyir və uşaqda bu yemə bacarığı da formalaşır. Valideyn gəlir deyir ki, mənim övladım heç vaxt sup yemir, sulu yemək yemir, amma biz onu sevgi ilə, bax, bir azcıq, yəni məcbur etmədən, ilk dəfə vacib deyil ki, dolu-dolu yedizdirək. Qaşığın ucunda biraz dadızdırırıq və uşaq bunun dadını hiss edir. Növbəti dəfələrdə 2 qaşıq veririk, hər dəfə artırır və uşaqda bu formalaşır. Mütləqdir ki, yəni biz bunu uşağa zaman verə-verə, uşaqda bunu formalaşdıra verə və düşünək ki, bağçaya uşaq gəlib, müəyyən bağçada yatmaq istəmir. Mən yatmaq istəmirəm, uşaqlarda çox vaxt olur, yatmaq istəmirəm deyir və biz, yox, sən nə deyirsən, burada mənəm, sənin sözün keçərli deyil, mən bir dəfə yat dedimsə, yatmalısan. Və bu da nədir? Uşağı narahat edir, qorxur, daha da təşvişə salır. Amma neyinirik? Sən məcbur etmirik. Yaxşı, sən yatmayacaqsan. Müəllimə ilə oturacaqsan, bərabər söhbət edəcək. O uşaq yanımızda olur, yaxud otur, sən burada gözlə. Biz digər uşaqları yatızdırırıqsa, hər bir uşağı yatızdırdıqdan sonra gəlirik. Yəni, mən öz prosesimdən, öz təcrübəmdən danışıq ki, məsəl üçün, Əlidir, Fərəhdir, fərqli bir uşaqlardır. Fərəh, gəl yatmırıq.
Sən uzan, mən də əlimi sənin əlindən tutacam bərabər. Sən mənə nağıl danış, mən sənə nağıl danışım. Gəl də bir-birimizə baxaq. Və uşaq özünün ruhu belə incimədən zaten gün ərzində dərs prosesi olub, oyun prosesi olub və bu uşaq yorulub. Müəyyən bir ilk gün olacaq ki, uşaq 1 saat yatmayacaq, son yarım saatı, 10 dəqiqəni yatacaq. Növbəti dəfə digər yarım saatda yatacaq. Yavaş-yavaş bu uşaqda bacarıq formalaşacaq. Yəni aqressiya ilə biz heç bir şeyə nail ola bilmərik. Daha da uşaqları qorxu ilə böyüdəcəyik və qorxu ilə öyrədilən bir şey davamlı olmur, narahatlıq verir o uşağa və qalıcı bir bacarıq kimi uşaqda formalaşmır. Nə qədər sevgi ilə onları başa salaraq, anlayışla göstərsək, daha uğurlu nəticə ala bilərik. Və gəldik bizim sonuncu təşkilatçılıq bacarığımızdır, peşə bacarığımızdır ki, bizim təşkilatçılıq bacarığımız mütləq olmalıdır. Bir müəllim təşkilatçı olmalıdır, düzgün şəkildə valideyn iclasları təşkil etməli, ekskursiyalar təşkil etməli, ümumiyyətlə səhnəciklər təşkil etməyi bacarmalıdır. Səhnəcik təşkil edəndə hər uşağa uyğun, mən hansı səhnəciyi qurmağı uşağa verməliyəm, davamlı ancaq bacarıqlı uşaqlara deyil, digər uşaqlara da o səhnəcikləri düzgün şəkildə bölməli və uşağın bacarığına uyğun o səhnəciyi bölməlidir və müəllimin təşkilatçılıq bacarığında da hər zaman bir səhnəcik qurursa, o səhnəcikdə belə B planı olmalıdır. Ola bilər ki, misal olaraq bir səhnəciyi bir uşağa verib, onu digər uşaqla da bölüşməlidir. Tədbir zamanı həyatda hər bir şey gözləmədiyimiz bir anda olur da, tədbir günüdür, əli xəstələnib gələ bilmir. Artıq nə olacaq? Bizim səhnəciyimiz yarım qalacaq və tamamlanmayacaq. Ona görə də mütləq bizim B planımız... Salam, axşamınız xeyir olsun Cəmalə xanım. Mən bağça müəllimi üzrə oxumuşam. Ona görə bu dərsə qoşulmaq istədim. Salamlayıram sizi. Çox gözəl müəllimə, axşamınız xeyir olsun. Xoş oldu sizi görmək. Mən də, mənim üçün də xoş oldu. Çox sağ olun müəllimə. Bu da oğlum. Maşallah, Allah saxlasın. 3 yaşı Adı var. nədir? Məhəmməd. Maşallah. Məhəmməd, necəsən? Nə gözəl gözlərin var sənin, Məhəmməd. Alma da alma. Baxın, müəllim dərs verir. Alma. Hər hansı bir sualınız varmı mövzumuz ətrafında? O zaman mən davam edeyim. Cəmalə xanımın səsi bağlıdır. Yəni, müəllimin B planı olmalıdır ki, əli gəlmədiyi təqdirdə artıq vəlini həmin səhnəciklə idarə edə bilsin. Bu da bizim təşkilatçılıq bacarığımızdır. Əgər mən təşkilatçılıq bacarığıma sahib olmayacamsa, bu kimi düşüncələr məndə formalaşmayacaq. Elə mən düşünəcəm ki, əli bu səhnəyə uyğundur, əli öyrənsin, yetərlidir. Və sabah əli gəlmədikdə mənim səhnəciyim demək olar ki, tamamlanmır. Mən bunu kimə verəcəm? Ona görə B planım mənim təşkilatçılıq bacarığıma kömək olacaq və bununla yanaşı müəllim düşünək ki, ekskursiya təşkil edir. Bu ekskursiyanı da müəllim əvvəlcədən planlamalıdır. Plan üzərindən qurulmalıdır ki, bu ekskursiya necə? Əvvəlcədən hara gedəcəyik, getdiyimiz məkan necədir? Ola bilər hava şəraitini belə bir həftədən öncə baxmalı, ona uyğun gün seçməli və mütləq, yəni heç nə olmaz. Elə öz ağlımdan bugün yatım, səhər duraq, ekskursiyaya gedək yanaşması ilə yanaşdıqda getdiyimiz yerdə birdən bağlı məkan olmadı. Birdən külək oldu, yağış oldu və bağlı məkan olmadığı təqdirdə mən uşaqları hara məsəl üçün qoyacam, harda bir toplantı edəcəm. Ona görə də əvvəlcədən bunlar araşdırmalı və bunun üzərindən qurulmalıdır. Bəli, Məryəm müəllimə, buyurun. Sualınız varsa verə bilərsiniz. Salam, axşamınız xeyir olsun. Axşamınız xeyir. Mən tələbəyəm, 2-ci kurs tələbəsi və Azərbaycan Dövlət Pedaqoji Universitetində oxuyuram. Hal-hazırda da yəni praktikaya gedirəm, universitetdən kənarda, yəni özüm tapıb getmişəm. Orada məktəbi qədər uşaqları var, amma bəzilərinin həqiqətən anlama və başa düşmə qabiliyyəti yoxdur da. Məsələn, uşağa deyirsiniz ki, gəlin əyləş filan şey elə, yəni onlar eləmir. Və valideyn də tələb edir ki, mənim uşağımı dərsə qoşulmağa cəlb eləyin də. Yəni o uşaqla necə davranmaq lazımdır? Mən həqiqətən orada praktikant olaraq çox əziyyət çəkirəm. Hətta müəllimənin özü də belə əziyyət çəkir. Yəni orada çözümün həll yolu nə ola bilər sizcə?
Bilirsiniz, bu günləri ümumiyyətlə bizim hər birimizin pedaqoq olaraq qarşılaşdığımız qruplarımızda müəyyən davranış problemləri olan uşaqlar var ki, və biz bəzən bu davranış problemli olan uşaqları tərbiyəsiz belə adlandırırıq. Əslində uşaq onu bilərəkdən etmir. Bunda hiperaktivlik belə olur. Onlar sinifdə dayana bilmirlər, başqalarını dinləyə bilmirlər və biz onlara o qədər sən olsan, sən pissən, sən bunu belə etdin, sən bunu elə etdin deyirik ki, o uşaq davamlı aqressiv olur. Bizə qarşı da aqressiv olur. Və biz ona nəyisə deyəndə bunu otur, dur, filan şey et deyəndə o uşaq bizim qaydalara riayət etmir. Bayaq söylədiyim kimi, heç bir uşaq mənfilərdən ibarət deyil. Və o uşaqda bu davranışı bəzən etdiyi təqdirdə ya ailədə düzgün təməllər qoyulmayıb, yaxud da ki, bu hiperaktivliyinə görədir. Bilirik də ki, hiperaktiv uşaqlar zaten bir yerdə dayana bilmirlər. Və bu uşaq buna görə yerində dayana bilmir. Mən də onun üzərinə aqressiv getdikcə daha da aqressivləşir. Bunun üzərinə aqressiv gedənə qədər mütləq o uşağın müsbət bir davranışlarını görürük. Afərin, Əli sən bunu nə gözəl bacarırsan. O uşağı həvəsləndiririk və o uşaq dəyərli olduğunu, ümumiyyətlə görüldüyünü, eşidildiyini hiss eləsin. Təbii ki, bu bir dəfə olmayacaq. Dəfələrlə biz bunu, misal olaraq sinifdə hər hansı bir paylamalı bir şey varsa, bu gün bunu Əli daşıyacaq. Əli, mənə kömək edə bilərsən. Əli, sən necə qoçaqsan? Sən mənim bu gündən sonra köməkçimsən. Hər zaman bu işlərimi sən görəcəksən. Bu uşaq o qədər həvəslənəcək ki, buna cəhd göstərəcək, səy göstərəcək və öz davranışlarını yavaş-yavaş necə sərhədləməyə çalışacaq. Amma biz onun üzərinə nə qədər qışqıraraq, aqressiv getsək, o uşaqda heç bir şey formalaşdırmayacaq, elə uşaq elə gedəcək. Və bəzən də elə bir uşaqlar olur ki, hələ ki, qrup qaydalarına mütləqdir ki, riayət edə bilmirlər. O uşaqlar birdən-birə qrupda olmamalıdırlar. Onlar fərdi psixoloq seansları almalı, onlarda ümumiyyətlə gözləmə, bacarığı formalaşmalıdır. Sonra necə ki, inklüziv siniflər deyirik, burada tam daxil olma, hissəvi daxil olma, nöqtəvi daxil olma var da inklüziv siniflərdə. Yəni biz hər uşağı birdən-birə sinifə alıb, bəzən müdiriyyətin düşüncəsində olmur da. Zaten müdiriyyət əziyyət çəkmir, əziyyəti çəkən bizik. Müəllim neynir eləsin, tək mənim qrupamda uşaq olsun, dövlətə aid deyil, bu daha çox özəllərə aiddir. Qrupada uşaq olsun, yanaşması ilə hər ümumiyyətlə müəyyən bir davranış pozuntuları, müəyyən bir problemli olan uşaqlarda ilk dəfədən qrupa əlavə edirlər. Amma elə uşaqlar birdən-birə qrupa əlavə edilməməli. Onlarla psixoloji, fərdi seans, ümumiyyətlə fərdi təlim planı hazırlanmalı və o təlim planını keçdikdən sonra artıq qrupa yavaş-yavaş adaptasiya olmalıdır. Olar bir sual vereyim Cəmilə xanım. Əlbəttə ki, olar. Buyurun, hər biriniz verə bilərsiniz. Mən də 2-ci kurs tələbəsiyəm. Bizim universitetimizdə inklüziv təhsil deyə bir fən keçilir. Həmin fəndə inklüziv təlim adlı bir fən keçirilir və həmin dərsdə biz deyirik ki, müəllim inklüziv sinifə ayırmırıq da. Sanki deyirik ki, bütün müəllimlər inklüziv müəllimdir, bütün siniflər inklüziv sinifdir və deyirik ki, bütün uşaqlarda xüsusi bir belə deyək də, xüsusi diqqətə, qayğıya ehtiyac olan uşaqlardır da. Xüsusi qayğıya ehtiyac olan. Onu demək istəyirəm, deyirsiniz, xüsusi fərdi psixoloq müayinəsində olmalıdırlar filan. Bəs onu demək istəyirdim. Onu soruşurdum ki, bəs inklüziv təhsil nəyi hədəfləyir? Axı biz deyirik orada ki, bütün uşaqlar təhsilə cəlb olunsun. Bütün uşaqlar təhsilə cəlb olunsun. Zaten inklüziv təhsilin də məqsədi hər kəsin təhsilə cəlb olunması və uşaqların təhsildən kənarda qalmamasıdır. Bizdən tələb edən budur. Mütləq bağçalarda, məktəblərdə inklüziv siniflər olmalıdır və inklüziv siniflərdə təkcə müəllim yox, kölgə müəllim olmalıdır ki, sinifdə sırf o kimi uşaqlar olduqda, müəllim digər uşaqlarla məşğul olduqda, həmin o kölgə müəllim də eyni bir şey fərdi olaraq qrup daxilində o uşağa nəzarət etsin, o uşaqla bu dərsləri keçsin. Və inklüziv təhsil deyəndə bizim bəzən ağlımıza ancaq əlil, hər hansı bir problemli uşaqlar gəlir. İnklüziv sinifə daxil, yəni sahəyə daxil olan insanlar şəhid ailələrinin uşaqlarıdır, valideynləri ayrılmış uşaqlardır. Yəni bu kimi ailələrin uşaqları da inklüziv adı altında gedirlər. Və inklüziv təhsil ümumiyyətlə birdən-birə o kimi uşaqları həmin siniflərə təhsilə vermək deyil. Bilirik ki, inklüziv təhsil özü 3 hissəyə bölünür. Nöqtəvi daxil olma, hissəvi daxil olma, tam daxil olma. Nöqtəvi daxil olmada uşaqlar ancaq bayram tədbirlərində gəlir, ilk başlarda. Həmin uşaqlar bayram tədbirlərində gəlir və o uşaqlarla bərabər
iştirak edir, yavaş-yavaş kollektivi öyrənir və artıq nöqtəvi o bayram tədbirlərində müəyyən bir təşkilati günlərdə iştirak edən uşaq nöqtəvi mərhələni keçər, sonra hissəvi mərhələyə keçir. Hissəvi mərhələdə olan uşaq ancaq düşünək ki, əmək dərsində, musiqi dərsində, təsviri fəaliyyət dərsində bu dərslərdə gəlib sinifdə uşaqlarla bərabər oturur və nəyə görə digər dərslər daha çox yorucu olur, amma düşünək ki, musiqi dərsidir, təsviri fəaliyyət dərsidir, daha biraz əyləncəli olur və uşaqlar üçün yorucu olmur. Uşaqlar müəyyən zaman bu siniflərdə gəlir, oturur, yavaş-yavaş qaydalara riayət edir. Artıq bu qaydaları tam formalaşandan sonra tam daxil olma olur ki, inklüziv uşaqlar həmin uşaqlarla bərabər bütün günün bütün dərslərində, yəni o uşaqlarla olur. O digər mərhələləri keçmədən birdən-birə o uşaqları sinif otaqlarına gətirmək düzgün yanaşma deyil. Zaten belə olsaydı heç inklüziv təhsilin bu 3 mərhələsi olmazdı ki, birinci nöqtəvi olsun, hissəvi olsun, sonra tam daxil olma olsun. Bu mərhələləri keçib sonra gəlməliyik və uşaqlarla fərdi birinci məşğul olunmalıdır. Psixoloq məşğul olmalıdır. Onlarda gözləmə bacarığı, dinləmə bacarığı formalaşmalıdır. Ay inklüziv təhsildir, mütləq hər uşaq sinifdə olmalıdır, hər uşaq təhsil almalıdır, hər uşaq almalıdır, amma müəyyən mərhələləri keçib almalıdır. Müəyyən mərhələləri keçməsin, mütləq gəlsin bu sinifdə olsun, bu düzgün yanaşma deyil axı. Düşünək ki, o qədər ağır dərəcəli bir uşaq var və gəlib qrup daxilinə birdən-birə o tip uşaqları görməyən uşaqlar üçün o uşaq necə ağır gəlir. Narahat ola bilərlər, çətinlik yaşaya bilərlər. Amma zaman-zaman öyrənə-öyrənə gəldikdə o uşaqlar da müəyyən mərhələlərlə həmin uşaqları tanıyacaq, onlarla təmas quracaq. Nə onlar çətinlik çəkəcək, nə tipik uşaqlarda problem olacaq, nə də atipik uşaqlarda. Rahatlıqla uyğunlaşma, adaptasiya mərhələsi olacaq. Bunu bəzən valideynlər də sizin kimi səhv anlayırlar. İnklüziv deyəndə valideyn də gəlir bağçadan, məktəbdən tələb edir ki, dövlətin qaydası var ki, inklüziv siniflər var və hər kəs inklüziv uşaqlar təhsil almalıdır. Amma mərhələləri keçərək mən birdən-birə o uşaqları o sinif otağına buraxa bilmərəm. Heç müəllimə də zülmdür, digər uşaqlara da zülmdür. O uşaqlar digər adaptasiya mərhələlərini, uyğunlaşma mərhələlərini keçib sonra sinifə daxil olmalıdırlar. Aha, bəli, anladım. Çox sağ olun. Siz sağ olun. Salam Melek. Olar bir sual da verim. Əlbəttə, buyurun. Yəni heç bir problem yoxdur. İstədiyiniz qədər sual verə bilərsiniz. Sağ olun. Məsələn, mən az öncə bildirdiyim uşaqla ilk dəfə praktikaya gedəndə ilk günlərdə, yəni ilk 2 gün ərzində çox əziyyət çəkdim. Məsələn, mən çox da ciddiyə almırdı. Əslində belə tərbiyəsizliyi falan yoxdur. O Azərbaycan dilində məsələn danışa bilmirdi. Bəzi sözləri ingilis dilində deyir. Ümumiyyətlə onun danışıq qabiliyyəti də yoxdur da. Onun üzərindən 5%. Bu uşaqların demək olar ki, hər birinin problemidir. Doğulduğu andan zamanlarının çox hissəsini televizor, planşet, telefon qarşısında keçiriblər deyə onların nitqi formalaşmayıb. Sadəcə o telefonda ingilis dilində hər hansı bir proqramlara, cizgi filmlərinə baxıblar, ancaq yəni onu bilirlər. Yəni bu günləri uşaqlıqda problemin var deyəndə, problemin başlıca səbəbi bugünkü bu texnologiyadır. Yəni sağlam dünyaya gələn bir uşaq texnologiyanın fəsadları üzərindən, nitqindən, ümumiyyətlə davranışından, inkişafından geri qalır. Aha, mən də axırda yəni həll olaraq orada yəni də otağın içərisində kartlar olur, rəngli kartlardır, nə bilim meyvə adlarını falan öyrənmək üçün. Axırda fikirləşdim ki, bununla izah eləyim, otursun. O gündən sonra məsələn özü avtomatik olaraq məni nə vaxt görürsə, bir mən oluram orada, bir başqa praktikant, bir dənə də müəllimə olur da, 3 nəfər elə bil. O ancaq mənim üstümə gəlir, deyir, bunları soruşaq, bunları öyrənək. Yəni mən ancaq o uşağa əvvəllər diqqət göstərilməyib. Yəni sizin yanaşmanız doğru olub. Diqqət göstərilməyib. Yəni ancaq mən görəndə elə bil oxumaq yadına düşür. Gedir kartları götürür, nə bilim, sonra başa salıram, ondan sonra gedir o birisi kartları gətirir. Yəni ancaq mənlə şey eləyirdi. Amma istəyərdim ki, onu daha belə professional şəkildə. Siz artıq o uşaq bir insan tərəfindən dəyərli olduğunu, eşidildiyini, fərqində olduğunu hiss edir. Bizdə bu gün nə var? Yəni mən bunu iş fəaliyyətimdə də dəfələrcə şahidi olmuşam. Bir uşaq dəcəldirsə, yasa müəyyən bir problem varsa, o kənarda dursun, dərsimizi pozmasın. Onsuz bu heç nə anlamır yanaşması ilə yanaşırlar. Amma bu doğru deyil axı. O uşaqda diqqətdən kənarda qalır, ümumiyyətlə sevilmədiyini, dəyərsiz olduğunu. Amma indi görürsünüz, sizin bir yanaşmanız o uşağı nə qədər dəyişir. Mütləq hər uşağa bir yanaşma olmalıdır. Bir metod hər uşağa keçərli deyil. Məsələn, hər uşağa bir yanaşma seçməliyik və ona doğru şəkildə yanaşmağı bacarmalıyıq.
O da əslində məsəl üçün orada 4 saat qalıram da praktikada. Məsələn 4 saatın 4 saatında da elə deyil də. Məsələn ilk gələndən yarım saat özü ilə məşğul olur. Yəni onu oturtdurmaq qeyri-mümkündür. O birisi yarım saat, 1 saat mənlə məşğul olur. Yəni o birisi qalan vaxtlarda da ümumiyyətlə başlayır, nə bilim ağlamağa, kimdə nə görürsə onu istəməyə. Ümumiyyətlə o qalan 1 saat, yarım vaxtını Onda onu mütləq hiperaktivlik, davranış pozuntusu var. Yəni o problemlər. deyil. Yo, ancaq məsələn, getməyinə 1 saat qalmış başlayır qışqırmağa, nə bilim, qaçır bütün sinfi, yəni qatır bir-birinə də. Orada 5-6 dənə uşaq olur. O birislərin də Sadəcə, fikrini. yəni onu daha dəqiq görüb, ondan sonra diqqət, yəni davranışlarına baxıb ondan sonra verə bilərik. Zaten bizdə nə var? Məsəl üçün, hər uşaq dəcəl uşaq gördükdə tərbiyəsiz deyirlər. Əslində dəcəl uşaq normal inkişafı olan uşaqdır. Uşaq hərəkətli olmalıdır, dəcəl olmalıdır. Bizdə hər zaman nə var idi? Maşallah müəllim məsəl üçün tərif yağdırırdıq da. Sizin uşaq o qədər sakitdir. İnan səsi çıxmır dərsdə, sakit oturur. Sakit uşaq düzgün inkişafına, normal inkişaf etmiş bir uşaq deyil. Uşaq normalda səsini çıxarmalıdır, hərəkətli olmalıdır. Hərəkətli uşaq sağlam uşaqdır. Ümumiyyətlə soruşan bir uşaq bir sağlam uşaqdır. Yəni uşaq davamlı bir şeyə maraq göstərməli, araşdırmalı. Bir uşaq yerində oturubsa, heç bir şeyə maraq göstərmirsə, nəyisə soruşmursa, araşdırmırsa, bu düzgün inkişaf deyil. Mütləq uşaq yəni hərəkətli olmalıdır. Dəcəllik uşağın normal halıdır. Yəni bu bir problem deyil. Sizin dediyiniz uşaq da, yəni mütləq o uşaq konsultasiya olunmalı, baxılmalı, ondan sonra yəni ki ona dəqiq nələr var, bəlkə olan ailədə olan davranışlardandır, hiperaktivlik, yəni biz heç bir şey tam deyə bilmərik, yaxud mühitin bağça qrupunda olan mühitin təsiridir, müəyyən bir şeylər ola bilər də, yəni uşağı görmədən sırf uşağa diaqnoz qoymamız doğru deyil. Bir dənə də axırıncı sual verə bilərəm. Olar, əlbəttə ki, olar, buyurun. Bir dənə orada bir dənə də uşaq var. Hətta deyirəm 2 dənə uşaq var, bir qızı, bir oğlan. Onlar elə bil ki, hər hansısa cizgi film xarakterini yadında saxlayırlar da. Məsələn, gəlirlər, otururlar, yazı yazdığı yerdə deyir, bilmirəm, Sini Traktor deyə bir dənə xarakter var, Bəli. cizgi filmdə yadında saxlayır. Cizgi film. Deyir, bəli, Sini Traktor çəkə, Sini Traktor, filan kəs getsin, Sini Traktor alsın. Yəni o söz onun ağzından düşmür də. 5 saat, 6 saat o ancaq onu təkrarlayır. Bu oğlan uşağına aiddir. O birisi qız uşağı da ancaq gəlir. Məsələn, o saat 11-də gəlir də. Normalda saat 9-da gəlməlidir, amma saat 11-də gəlir, saat 1-ə qədər oturur bizlə. O da gəlir ancaq gəlir deyir, Sonic çəkək. Yəni çəkilməyəndə də o şəkil başlayır bütün günü axıra qədər ağlamağa. Biz də day məcburi heç bir şey də eləmir, göstərir bunu elə sonra çəkək. Yəni şərt olaraq qoyuruq ki, bunu oxu sonra çəkək onu. Ona da razı deyil, başlayır ağlamağa. Biz də valideyni də baxır bütün günü həm valideyn, həm də direktor kamera nəzarət eləyirdi. Məsələn, elə olanda valideyn yazır ki, mənim uşağım niyə belədir, mənim uşağımla niyə məşğul olunmur. Biz də day o sözləri gəlməsin deyə, valideyni görsün deyə biz də məcbur olub o şəkildə ona çəkirik ki, sakit dursun. O uşaq ağlayaraq ümumiyyətlə bu davranışlarla hər istədiyini əldə eləyir. O uşaq davamlı həmin bir şeylərə baxır və ona görə bunu istəyir. Burada bizim etdiyimiz də yanlışdır. Uşağı valideyni razı salım, müdiriyyəti razı salım deyə biz uşağın gələcəyini məhv etmiş oluruq və bu gün bu uşaq bu davranışla bizi idarə etmiş olur. Bu doğru bir yanaşma deyil. Valideynlə yəni gəldiyi zaman valideyn ilk olaraq narazılığını bildirəcək. Valideynlə gəldiyi zaman danışırıq ki, misal olaraq sizin övladınız buna görə. Buradadır ki, məsələn, mən o uşağı götürəndə valideyni deyir ki, sən get yuxarı, müəllimən sənə çəksin o Sonic-i çəksin, getsin sənə traktor alsın. Yəni çünki o uşaq sərhəd, qayda, qanun görməyib. İstədiyi hər bir şey olub və bu gün də bunu burada tələb edir. Siz bunu ona deməyin də, siz əksinə deyin, gedin orada oxuyun, yazın, amma siz ona deyəndə o gəlib bizdən istəyirdi o şeyi. Biz də ona verməyəndə başlayır ağlamağa, da ağlamasın deyə biz onu məcbur onu eləyirik. Məsələn, valideynlə yavaş-yavaş, yəni hər dəfə də ilk dəfəyə təbii ki, olmayacaq. Müdiriyyət də burada sizin tərəfinizdə olmalıdır. Yəni ki, valideynə bildirməlidir ki, biz burada nədir məqsədimiz? Uşaqların təlim tərbiyəsini təmin etmək. Əgər bu günləri bir uşaq ağlayırsa, onun hər istədiyini eləyirsə, bir valideyn zəng edib uşağını kameradan nəyisə görə ağladığını bildirib, mənim bağçamı idarə edəcəksə, mənim burada düzgün təlim tərbiyə işimdən bir söhbət gedə bilməz. Yəni bu doğru bir yanaşma deyil. Valideynə də düzgün, yəni biraz bağça
rəhbərləri uşağı itirməkdən qorxurlar. Bir uşaq itirməklə bir şey olmayacaq. Bir uşaq gedəcəksə, əvəzinə digər uşaq gələcək və valideynə qoymalıdır ki, yəni mənim bağçamın qayda, zaten orada biz uşağa zülm etmirik, bir şey etmirik. Qayda qanunumuz var, dərs prosesində bu olmalıdır. Necə ki, mən ilk başda dedim, uşağın çantası alındı, bir dəfə bunu elədim. Yoxsa hər dərsdə davamlı uşaq ağlayacaq, mən ona sonik çəkəcəm, sin traktor çəkəcəm. Burada sağlam bir mühitdən gedə bilməz, sağlam öyrətmədən gedə bilməz. Biz uşağa deyirik ki, məsəl üçün, seni traktor, məsələn, bu indi çəkiləcək. Sonra bizim dərsimiz var. Ağlayır, ağlasın. Ağlayıb sakitləşəcək. Bir dəfə, iki dəfə, bir həftə olacaq uzağı, 2 həftə. Sonra uşağın özünün yadından elə çıxacaq ki, heç uşaq özü belə xatırlamayacaq. Amma biz Bir onun dəfə hər elə dediyini... oldu. Ağladı. Müəllimə dedi ki, fikir verməyin ona, ağlasın, sakitləşsin. O axırda gəlib dərsini oxuyur. İlk dəfə elə oldu. O qədər ağladı. Ondan sonra gəldi, başladı dərsini oxumağa. Sonra ücə tələb elədi ki, bunu çəkilsin. Biz də çəkdik, verdik. O tələb etdiyi əsnada siz onu məsəl üçün etməsəydiniz, yaxud da bunu etmədiniz, sonra hər hansı bir müsbət davranışını dəyərləndirmək məqsədi ilə müəyyən bir şeydən sonra, məsəl üçün dostu ilə yaxşı bir paylaşım edib, müəyyən bir şey edib, o davranışını dəyərləndirmək məqsədi ilə bax, məsəl üçün Ayşə, sən bunu etdin, indi gəl səninlə bərabər biz bu soniki çəkə bilərik. Belə bir mükafat kimi də versəydi, yəni doğru yanaşmalı, yoxsa ağlayaraq bir şeyləri əldə etmək, o uşağı, yəni biz də onun hər istədiyini edirsə, heç bir şey formalaşdıra bilmərik. Oldu, çox sağ olun, təşəkkür edirəm. Siz sağ olun, mən təşəkkür edirəm. Salamünaleyküm. Salam, Salam. axşamınız xeyir olsun. Mən sözü kəsdim. İndi mən də sual verəcəm. Mən bir uşağa 2019-cu ildə toyum olub. Ondan sonra Bəli. məsul oldu, birinci uşağım oldu. Ondan sonra birinci uşaqdan sonra mən bir çox vaxt yatırdım da uşağa elə bir baxmadım. Gecələr dururdu uşaq, ağlayırdı, dərin yatırdım. Uşağın səsini eşitmirdim. Bir qaynanam gecə də hamısı elə bir baxdılar uşağa. Məsumənin 5 yaşı olacaq. Bu vaxta kimi onlar bax. Demək Məsumə idi. Sonra ikinci uşağı da Məhəmməd idi. Ən çox Məsumə. İndi uşağı Məsumə onlara öyrəşir. Gözdə sözdür. Öyrəşib onlara. İndi özdə onları öyrəşib. İndi Məsumə 1-2 gündür ki, gedib məsələn anası gildə qalır. Öz anası gildə qaynana. Özü qalır orada, deyir ki, mən burada qalmaq istəyirəm. Halbuki o məni istəyir. Biz başqa vaxt anam gilə gedəndə, dayım gilə gedəndə görürəm ki, bir dəqiqə belə qoymur ki, mən ondan uzaqlaşım. Məsələn, ayaq yoluna gedirəm, o da gəlir dalımca. Hara gedirəm, gəlir dalımca. Amma bura gələn kimi onları öyrəşir. Nə olursa heç mən yadına düşmürəm. Hətta elə vaxt olur ki, gedir Nazilə nənə gilə, düşür, gedir, mənim də xəbərim yoxdur. Sizin bəs niyə demədin mənə getmişsən də? Yəni ki, orada heç burada mən yadına belə düşmürəm. Bilməm necə, məndən soyuyur, mən də çox qorxuram. Mən təzəliklə sağalmışam. İndi baxa bilirəm uşağıma. Çimizdirirəm, o şeyləri eləyirəm. Evdəkilərə də deyirəm ki, bəs mən sağalmışam, indi baxa bilirəm. Yəni acığıza gəlməsin. Vaxtı kimi eləmişsiniz, sağ ol. İndi uşağım da görürəm ki, deyir ki, qaynanam özü deyir ki, bəs mən özüm saxlamamışam. O özü istəyir orada qalmağı. Dedim, hə, yaxşı. Yəni mən qorxuram ki, o məndən soyuyar da, amma nə bilim, mən o qorxu yaşayıram bu qorxu. Halbuki o vaxtlar heç bir qorxu yaşanmır. Yəni o sizin sırf səhhətinizlə bağlı olan bir şey olub ki, siz bu hal baş verib. Biz bilirik ki, körpə dünyaya gəldiyi əsnada körpənin 2 əsas təməl ehtiyacı olur ki, sevgi, qayğı, vaxtı-vaxtında yedizdirmə və təmizliyidir ki, bu da kim tərəfindən olunur? Ana tərəfindən olunur və əgər körpənin bu sevgi, qayğı, bu qidalanması ana tərəfindən qarşılanarsa, körpə ilə ana arasında güvən bağlanır və uşaq güvən duyğusu nədir, anaya bağlılıq nədir, bunu burada, bu dövrdə formalaşır və anadan bu güvən bağını alan uşaq həyatının digər mərhələlərində də insanlara güvənlə bağlanmağı, əsl sevginin nə olduğunu anlamağı bacarır. Amma anadan güvən bağını ala bilməyən, sevgini, qayğını görməyən, vaxtı-vaxtında qidalandırılmayan uşaq anadan o sevgini görmür, güvən bağını görmür və ümumiyyətlə o uşaq əsl sevginin belə fərqində olduğunu fərqində olmur da. Yəni sizin də səhhətinizlə bağlı uşaqla aranızda bu güvən bağı bağlanmayıb, uşaq o güvən bağını ona ana əvəzini verən nənə ilə bağlayıb. Bu ondan irəlidir ki, çünki uşaq gözünü açıb təmasdır, qayğıdır, sevgidir, qidalanmadır, hər bir şeyi orada görüb və oradan bağlanıb. Süd verməyi mən vermişəm. 2 ilə yaxındır mən verdim. İkinci uşaqda Məhəmməd olanda da hətta hamilə mən süd verdim ona. Əl çəkmirdi süddən də demək olacaq.
Məhəmməd olandan sonra dedik ki, bəs buna yemək verək, yemək alaq verək. Evdəkilərin heç birisi razı olmadı. Mənim bacım belə dedi ki, yemək alıb göndərərəm. O bahadır da yeməklər. Dedi, alıb göndərərəm, bu Məhəmmədə yemək ver, o da süd yesin də. Məsumə də süddə 2 yaşına az qaldı. Dedi, o süddən əl çəkmək üçün arada bir yesin də. Onu ağlaya-ağlaya saxlatdırdı öz yanında. Mən daha heç də deyə bilmirəm qorxumdan da, mən çəkinirəm. Onu məcbur saxlatdırdı öz yanında, yatızdırdı. Demək olar ki, uzun müddət Məhəmməd 6 aya qədər, demək olar 2-3 ay onun yanında yatdı da. Məcbur əməlli başlı təhqir edirdi onu. Özün gəlirdi mənə də deyir ki, sən rahat yatırsan, mən burada əziyyət çəkirəm. Mən dedim ki, mən nə halimdir? Mən qalmışam çarəsiz. Məhəmmədə də burada desəm ki, ikisinə də süd verim, olmayacaq. Məsumə yapışacaq, hamısını əməcək, o birisi qalacaq ac. Yəni nə yemək verməyə razı oldular, nə bir şey. Yəni mən də çox geniş durumda Yəni qaldım. orada sadəcə sizdə ailə problemi, sizin səhhətinizlə bağlı olan bir nüans olub və uşaq da bağımlılığı oradan götürüb. İndi də yəni ki, zaten sizi bir ana kimi yəni ana kimi bilirsə, burada da necə nənəyə qarşı aqressiv davranım, nənəni pisliyim, onu dartım, məcbur məni sevməlisən deyil. Siz zaten normal ana kimi öz sevginizi, öz diqqətinizi o uşağa verin. Uşaq yavaş-yavaş sizi də sevəcək. Nənəni sevirsə sizi də sevəcək. Zaten əlinizdən belə alınacaq deyə bir durum yoxdur. Bunları sevgi ilə, qayğısına qalaraq, sevgi göstərərək, məsələn, uşaq sizdən ayrılıb gedirsə də nənəgilə, mən qışqırım, bir də sən ora getməyəsən, sən bizi sevmirsən, onun üzərinə aqressiv deyil. Yəni, davamlı sevginizi ondan, necə deyirlər, əsirgəməyin. Siz o sevginizi göstərin, o uşaq, yəni səbirlə o uşağı anlayın, o uşaq sizi də sevəcək. Yəni, zaten anasısınız, zaman-zaman o uşaqda formalaşacaq. Amma siz nə qədər onun üzərinə aqressiv getsəz, nənəgilə də qarşı getsəz, daha da o uşaq həmən an bəlkə də qəlbində sizə qarşı kin də yarana bilər ki, axı nənəni sevir, anam niyə ona qarşı elə davranır, niyə, axı mənim nənəm yaxşıdır, filandır, bu kimi düşüncələrdə də ola bilər. Siz nənə haqqında da onda xoş düşüncələr, xoş fikirlər də formalaşdırın, özünüz də davamlı öz sevginizi ona verin ki, o uşaq sizdən də əsl sevgini, ana qayğısını görsün ki, və o, necə deyərlər, zamanında tamamlanmayan, formalaşmayan güvən bağı heç onu indiki yaşlarda, düzdür ki, biz 0-3 yaş mərhələsində o uşağın bünövrəsini, o güvən bağını qoya bilməmişiksə, növbəti mərhələlərdə mütləq axsamalarımız olur, çətinliklərimiz olur. Amma o çətinliklər olsa belə, müəyyən bir boşluqlar olsa belə, tam da olmasa da doldurmağa sevgimizdən çalışa bilərik. Hə, çox sağ ol, təşəkkür edirəm. Mən özü ki getdim ora görə. Məhəmmədlə getdim, yola düşdüm, getdim. Ki Məhəmməd bağçadan gəlmişdi, Tural gətirmişdi yoldaşım. Dedim ki, mən də gedirəm. Dedi, yox, gedin evə. Tural razı olmadı. Dedim, yox, mən Məsuməm üçün darıxmışam. Yola düşdük, getdik. Ki bu Təryan zonasında qalırıq. Buradan, tam oradan demək, buradan bu yerdən getdik, qəbirstanlığa qədər piyada getdim. Dedim, düz yol. Gəldi Tural, yoldaşım gəldi, mindirdi. Dedim ki, mən getmək istəyirəm də sür ora. Hə, getdi, saxladı orada, dedim, getdi. Dedim, bəs sən niyə belə öz başına gəlmişsən, biz narahat olduq sənin üçün. Dedim, yox, mən qızım üçün darıxmışam. Hətta getdim, qızım da orada maşında idi. Məni görən kimi sevindi. Ana, sevindi. Mən də getdim yanına. Dedim, hə, gəlmişəm də belə. Dedi ki, mən bağçaya getmişdim həmin gün, elə oradan getmişdim bağçaya. Dedi ki, mən səni yuxumda görmüşdüm bağçada da, yuxuma girmişdim. Dedim, hə, nə yaxşı. Sonra deyir, qaydanda axşam doğru da qayıdırıq evə. Dedim ki, belə deyir, mənə belə deyir, yuxuma girərsən, ay ana, mənə belə deyir. Sonra o günləri Yəni o sevgi var, sadəcə bir yəqin məsafə olaraq da uzaq yaşayırsınız, biraz gec görürsünüz, bu da ondan irəli gəlir. Yəni bir evdə olsaydınız, yenə nənə ilə həmən bağda olsaydı, sizlə də sevgi olsaydı, daha tez o sevgini qazanmış olardı. Biraz uzaq olmanız da yəni şeydir. Sadəcə siz də onu görəndə, yəni aqressiya ilə deyil, ya evə gətirmək istəyəndə aqressiya ilə deyil, onu başa sala-sala, yəni o sevgini göstərə-göstərə edin ki, zaman, yəni siz nə qədər aqressiv davransanız, daha da bu bağları, necə deyirlər, qoparmış olacaqsınız. Müəyyən bir mərhələlərlə sevginizi göstərə-göstərə, zaten nənəgildən də uşağa bir mənfi davranış gəlməyəcək, bir şey, yəni o zaten nənə də o uşağı sevib, o sevgini, o qayğını göstərib, onu da qeydinə qalıb. İndi o da sizin yaşamınızla bağlı olan bir çətinlikdir də. Bu da yəqin ki, yaşanacaqmış. Yəni Nazilənin anası xəstədir. Biraz olar. Mən getmişdim anam gələ 21 mayın 21. Yoldaşım apardı, ötürdü uşaqlarını.
Orada qaldım. Məhəmməd çox dəcəllik eləyirdi. Anam da xəstə idi, biraz xəstə ağlayır. O da əsəbləşdi. Məsələn, biraz balkona qoymur. Bir müddət yaxşı idi hamımız. Sonra əsəbləşdi, balkona qoymurdu. Məsələn, dəcəllik eləyirdi, vurmaq istəyirdim. Dedim vurma da. Amma anam heç vaxt onlara acıqlanmamışdı. Bir də ki, dedi yoldaşımdan ayrıl, mənə dedi. Dedim heç vaxt anam mənə o sözü deməmişdi. Demək qaynanam anama, bacıma məndən şikayət edib ki, ev nə gündədir, evi yığışdırmamış gedibsən. Dedim olan işdir də tələsik getmişəm. Ona görə deyirəm ki, yoldaşım ki, axır vaxtlar məndən soyuyub və depressiv xəstə olduğumdan bağlı ondan çox yaxın olmamışam. Məhəmməd olana qədər, 2022-ci ilə qədər mən onunla münasibətim yaxşı oldu. Sonra da uşağımız oldu. Elə bir ki, uşağımız oldu Məhəmməd olandan sonra əməliyyat oldum, əməliyyatla uşaq oldu. Doğuş yox. Yəqin ki, xanımın internetində problem oldu. Bizim də artıq təlimimiz yekunlaşır. Son sözlərinizi deyin Cəmilə xanım, yekunlaşdıraq. 2 dəqiqədə keçib artıq. Yəni son olaraq hər kəsə qoşulduğu üçün, dəyərli vaxtını ayırdığı üçün təşəkkür edirəm. Ümid edirəm ki, kiçik də olsa faydamız dəydi. Bizim peşə bacarıqlarımız haqqında öz fikirlərimizi bölüşdük. Hər birinizə diqqətiniz, suallarınız üçün təşəkkür edirəm. Mən çox sağ olun. müəllimə. Artıq sona çatdı. Müəllimin sinif idarə etməsi və peşəkar davranışı mövzusunda dəyərli bilik və təcrübəsini bizimlə bölüşdüyü üçün təlimçimiz Cəmilə Tağıyevaya təşəkkürümüzü bildiririk. Bu gün sizin də aktiv iştirakınız, verdiyiniz suallar və marağınız təlimi daha da faydalı və canlı etdi. Ümid edirik ki, öyrəndiklərinizi gələcək fəaliyyətlərinizdə də tətbiq edəcək və faydasını görəcəksiniz. Gələcəkdə təşkil olunacaq digər təlim və seminarlar barədə məlumat almaq üçün bizim Instagram səhifəsindən izləyə bilərsiniz. Növbəti təlimlərdə görüşmək ümidi ilə hər birinizə uğurlar arzulayırıq. Təlimdə iştirak etdiyiniz üçün təşəkkür edirik. Sağ olun, gecəniz xeyrə qalsın. Gecəniz xeyrə qalsın.